Qoyun dərisi aşılamağın 4-cü videosundayıq. Dəri hazırdır. Yəni, bunu götürüb ayağınızın altında sərə bilirsiniz. 2 həftəyə yaxındır. Sudan çıxartmışdıq. Quruma prosesi biraz uzun çəkdi, hava yağışlı idi deyə. Amma qurudu, yekunlaşdı. Bunun qüsurlarından danışmaq lazımdır. Məsələn, ortada bu hissə daha normal görsənir. Kənarlarda amma bıçağın izləri var. Demək ki, soyanda da diqqət eləmək lazım imiş. Bir də bəzi hissələrini bıçaqla deşmişəm və demişdim ki, bu indi nisbətən yumşaqdır. Bu yumşaltmaqdan ötürü sudan çıxardırıq, suyu biraz süzülür. Ondan sonra 2-3 gün ərzində bunu hər gün biraz belə tutub dartırsınız. Bunu mən elədim. Ona görə taxta kimi deyil. Başqa bir dərimiz var idi burada. O çox daha bərkdir. Yuyanda ya da bu gərmə zamanı dərinin qıraqlarına tam diqqət eləyə bilmirik. Bəzi yerlər səliqəsiz olur, ya da tam yuyulmur, ya da kiçik belə qatlanır, qalır, o cür gedir. Ona görə istəsəz bundan sonra yekunda o xoş olmayan, bura məsələn taxta kimi olub, təmiz qurumayıb. Bu hissələri qıraqdan bir 3-4 santimlə bıçaqla kəsib götürə bilirsiniz. Ortada daha yaxşı bir hissə qalır. Köhnə ustalarda görmüşdüm. 100 ildir, 200 ildir bu işlə məşğul olan adamlarda belə orağa oxşayan bir alət olur. Dərini götürürlər bu formada. Onun üstündə belə sağa sola çəkirlər. Bu üstündəki qat, altdakı tamamilə yoxa çıxır. Yumşaq, ancaq o tüklərin kökünün batdığı hissə qalır. Hər halda o da bu heyvan iyinin getməsində təsir göstərir. Nəticə etibarı ilə bundan əvvəlki videoda da demişdik ki, heyvandan atıla biləcək bir hissəni götürüb istifadə oluna biləsi bir formaya çevirmişik. Bu təxminən 1 il ya da 2 il olar da yəqin. 2 il əvvəl aşıladığım Romanov qoyunun dərisidir. Bu yunu daha çoxdur. Romanovun boynunda belə qara tüklər olur. Bax, o taxta kimi olmaq deyəndə bunu nəzərdə tuturuq. Bunu heç cür hərəkət elətdirmək olmur da. Belə biraz qalındır. Həm də hər halda təcrübəsiz vaxtım olub deyə belə qalıb. Bunun altına amma nisbətən nazik və yumşaq eləyə bilmişik. Bu qədər. Yəni, bu dediyimiz prosesləri izləyəndə mükəmməl olmasa belə əlinizdə bir məhsul yaranır. İndi inşallah bizə nömrələr də vermişdilər və hansı sənətkarlar harada olur demişdilər. Onların da gedib yerində çalışacaq ki, öyrənək. Öyrəndikcə də yeni videolarını çəkəcəyik bunların. Bizi izləməyə davam edin.